Rafizlər çıxdılar və bütün sahabələri İbn Teymiyyə rahimehullah deyir ki, pisləməyə başladılar. İbn Abbas radiyallahu anhudan belə bir əsər gəlir. Deyir ki, mən bir günləri Peyğəmbər sallallahu aleyhi və səlləm ilə bərabər oturmuşdum. Və Həzrət Əli radiyallahu anhu da bizim ilə bərabər idi. Və Allahın Rasulü sallallahu aleyhi və səlləm Həzrət Əliyə deyir ki, mənim ümmətimdən elə insanlar çıxacaq ki, onlar deyir, səni sevməkdə və sənin ailəni sevməkdə deyir, həddi aşacaqlardır. Həddi aşacaqlar, səni və sənin ailəni sevməkdədir. Və Allah Rasulü buyurur ki, onlara qarşı mübarizə apar. Onlara qarşı mübarizə apar və onların deyir, çox çirkin bir adları olacaq. Və sonra Allah Rasulü buyurur ki, onlar Rafidə, yəni Rafizə adlanacaqlar. Subhanallah lazım. Bunu Allah Rasulü xəbər verir və bu hədis əsər Təbaranidə gəlir və həmçinin digər sünnən